Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, xoş gördük. Hər birinizi yeni bir satışa çıxan mənzildən hamınızı salamlayıram. Bu günləri Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağı Albalı Uşaq bağçasının yanında ərazinin ən gözəl, keyfiyyətli binalarından birindəyik. 18 mərtəbəli binanın 9-cu mərtəbəsində qanuni 2 otaqdan 3 otağa düzəlmiş bir mənzili sizlərə çəkib təqdim edəcəm. Hal-hazırda mənzilin qonaq otağı hissəsindəyik. Mənzilimiz yaxşı təmirli bir mənzildir. Qanuni 2 otaqdan 3 otağa düzəldilib 18 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. 92 kvadrat ümumi sahədən ibarət. Qonaq otağını görürsünüz, kifayət qədər genişdir. Oradan eyvana keçidimiz də mümkündür. Gün düşən işıqlı bir mənzildir. Tam yel çəkərdir. Həm binanın həyət istiqamətində, həm də arxa istiqamətdə baxışı var. 92 kvadrat ümumi sahədən ibarətdir. Kubçalıdır. Orada mənzilin giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduqda sol tərəfdə qarderop hissə qurulub. Belə bir dəhliz isə görürsünüz. Qarderobumuz buradadır. Solda mənzilin sanitar qovşağı yerləşir. Gördüyünüz kimi bu formadadır sanitar qovşağımız və lazımi bütün aksesuarlarla təmin olunmuşdur. Bu hissədə mənzilin birinci yataq otağı, kiçik yataq otağımız yerləşir. Orada kifayət qədər genişdir. Buradan daxil oluruq mənzilin ikinci yataq otağına. Bu yataq otağımız da normal ölçüdədir. Gördüyünüz kimi rahatlıqla mebellər, əşyalar yerləşdirilir. Mənzil əşyalarsız şəkildə satışa təklif olunur. Binada qaz, su, işıq fəaliyyəti daimidir. Binanın yeraltı qarajı, geniş həyəti və 2 sürətli lifti mövcuddur. Son olaraqsa buradan daxil olaq mənzilin mətbəx hissəsində sizlərə göstərim. Gördüyünüz kimi burada isə mənzilin işıqlı, geniş mətbəxi yerləşir. Mətbəxin baxışı həyət istiqamətindədir. Gördüyünüz kimi hər iki pəncərələr, yataq otaqların pəncərəsi mətbəxə açılır. Mənzil haqqında ümumi məlumata keçim. Mənzilimiz yerləşir Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağı Albalı Uşaq bağçasının yanında 18 mərtəbəli yeni tikili qazlı kubçalı binanın 9-cu mərtəbəsində 92 kvadrat ümumi sahədən ibarətdir. Qanuni 2 otaqdan 3 otağa ideal şəkildə düzəldilib. Təmiri yaxşı vəziyyətdədir. Gördüyünüz kimi döşəmə parketdəndir. Mənzil yel çəkər, işıqlı, gün düşən bir mənzildir. Gördüyünüz mənzilin qiyməti 178 min manat start qiymət təyin olunub. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.